Ya Allah. Uşaqlar, toplu birinci hissə 2019 mövzumuz nədir? Qabarıq çoxbucaqlı, qabarıq çoxbucaqlı, daxili və xarici bucaqların cəmi düzgün çoxbucaqlı. İndi izahat verəcəm. Getdik. Birincisi, qabarıq çoxbucaqlının daxili bucaqların cəmi 1800 dərəcə olarsa onun tərəflərinin sayını tapın. Xatirinizdədirsə, daxili bucaqların cəmi 180 dərəcə olaraq N-2 düsturu ilə verilir. Onda 180 dərəcə, bura N-2 bərabərdir 1800 dərəcə yazırıq. Böləndə N-2 bərabərdir 10-dur, N bərabər 12. Tərəf 12. Nə? D variantı. Üçüncüyə baxaq. Üçüncüsü belədir. Hər təpədə bir bucaq götürməklə qabarıq 5 bucaqlının 4 xarici bucağı 325 dərəcədir. 5-ci xarici bucağın dərəcə ölçüsünü tap. Xarici bucaqların cəmi neçə idi? 360. 4-ünün cəmi 325-dirsə, 360-dan 325 dərəcə çıxırıq. Neçə eləyir? 35 dərəcə mi eləyir? D variantı. Keçirik 5-ciyə. 5-ci belə. Birinci düzgün çoxbucaqlıdan söhbət gedir. Bu qısa da olsa məlumat verir. Düzgün çoxbucaqlı bütün tərəfləri və bütün bucaqları bərabər olan çoxbucaqlıya deyilir. Məsələn, bərabər tərəfli üç bucaq düzgün çoxbucaqlıdır. Kvadrat düzgün çoxbucaqlıdır. Amma məsələn, daha yuxarı olanları biz 9-cu sinifdə keçəcəyik. Məsələn, bu fiqur, bu gördüyümüz fiqur düzgün altı bucaqlıdır. Düzgün altı bucaqlı. Bütün bucaqları da bərabər, bütün tərəfləri. Məsələn, bu gördüyümüz fiqur, o göstərin, bu 8 bucaqlıdır. Və görsün, bu düzgün 8 bucaqlıdır. Bütün tərəfləri və bütün bucaqları. O cümlədən də yəni var elə şeylər çoxdur. Düzgün çoxbucaqlının daxili bucaqları da bir-birinə bərabərdir. Hər təpəsindəki daxili bucaq. Hər təpəsindəki xarici bucağı da bir-birinə bərabərdir. Ən hasant yol nədir, onu mən indi sizə izah edəcəm. 5-cidə deyir ki, hər bir daxili bucağı 150 dərəcə olan, alfa 150. Düzgün çoxbucaqlının neçə tərəf var? Daxili ilə xarici qonşudurlar. Daxilisi 150-dirsə, xarici neçə olur? 30. Deməli, hər təpədəki xarici bucağı 30 dərəcədir. Xarici bucaqların cəmi neçədir? Bölün, görün neçə tərəf eləyir də. 360 dərəcəni 30-a böləndə eləyir 12 tərəfi. Y variantı. Keçirik 7-ciyə. Qabarıq olmayan hansıdır uşaqlar? A variantı. Qabarıq nə idi? Deyirdik ki, istənilən tərəfindən düz xətt keçirdəndə çoxbucaqlı bir tərəfdə qalmalı. A variantında qabarıq deyil. Ona görə də 7-cidə doğru cavab A olur. Keçirik 9-cu. Qabarıq 10 bucaqlının xarici bucaqlarının cəmini tapın. Neçə? 360, bəli. Çünki tərəflərin sayından asılı deyil. Qabarıq çoxbucaqlının xarici bucağı 9-da deməli yenə A variantı elə. 11-ci. Uşaqlar deyir ki, xarici bucağının dərəcə ölçüsü 18 dərəcə olan düzgün çoxbucaqlının neçə tərəfi var? Nə cür tapacaq? 360-ı bölür 18-ə. 360-ı 18-ə böləndə məncə 20 eləyir. A variantı. Keçirik 13-cüyə. Bir təpədən çıxan diagonallarının sayı olan qabarıq, 20 olan qabarıq çoxbucaqlının neçə tərəfi var? Xatirinizdədir, mən sizə demişdim ki, bir təpədən çıxan en çıxaq uçdur. 20-dirsə, neçə tərəf olur? 23. B variantı. Yaxşı. Keçirik. 15. Qabarıq 4 bucaqlının 2 bucağının hər biri 115-dir. Belə bir şeydir. Bura 115 dərəcədir, burada 115 dərəcədir. Üçüncü bucaq 70 olarsa 4-cünü tapın. Bura 70 dərəcədirsə, 4-cü də alfadırsa, bunu tapın. Nə etməliyik? 4 bucaqlının daxil bucaqları cəmi 360 dərəcədir. Tapıram ondan. 115, üstə gələk 115, üstə gələk 70, üstə gələk alfa bərabərdir 360 dərəcədir. Bu ikisi elədi 230, 300, üstə gələk alfa bərabərdir 360, deməli alfa da 60 dərəcəymiş.
D variantı. Keçirik 17-yə. Qabarıq 8 bucaqlının daxili bucaqlarının cəmini tapın. 17-dən. N bərabərdir 8-dir, daxili bucaqlarda 180 dərəcə, vuraq N çıxaq 2. Yəni, 180 dərəcə, vuraq 8 çıxaq 2 düsturudur. 180 vuraq 6. 600 bu 480 da bu 1080 var mı? D. D. Keçirik neçəyə? 19'a. 19. 19 belə uşaqlar. Perimetri 30 olan. Düzgün altı bucaqlının böyük diagonalını tapın. Təəssüf edirəm, yenə bu sizin yaşınızdan böyük olan bir şeydir, amma cavabını deyəcəm. Birincisi perimetri 30'dursa tərəf deməli 6'dır. Daha doğrusu 5'dir. 5'dir. Böyük diagonalı uşaqlar tərəfin ikilisininə bərabər. Yəni neçə olacaq onlar? Böyük diagonal bərabərdir 10 olacaq. 2 tərəfin misli qədər. Neçə? Y var. Kiçik diagonal A kökdə 3 böyle deyəsən A kökdə 3. Hə. Onları kosinuslar kərəm keçəndə deyəcəm. O kosinuslar kərəmi ilə tapılır. 9-cu sinifdə şey deyəcəm. Yaxşı, indi neçədəyik? 21'də. 21. Böyük diagonalı 4 olan sualı tərsinə verir. 4 olan düzgün altı bucağının perimetri. Tərəf neçədir onlar? Böyük diagonal 4'dürsə. 2'dir tərsinə. Perimetr neçə olur? 6 bucağı olur. 12 vardı. Deməli B variantı. Yaxşı, 23. Düzgün 12 bucaqlının bunun üsulu var. Daxili bucağını tap. Şuralar, düzgün deyəndə bütün bucaqları bərabər nəzərdə tutulur. Xarici bucağı tapıb 180'dən çıxır. Düzgün 12 bucaqlının xarici bucağını tapmaq üçün nə etməliyik? 360'ı niyə lal olubsunuz? 360'ı neçəyə bölməliyik? 12'yə. Bölün, görün neçə edir? 30 elədi mi? Daxilisi neçə olur onca? 150. Deməli, daxili də 150 dərəcə. A variant. Keçirik 25. Uzunluqlarını müqayisə edin. 25 biraz koy görün. Ve yeni bir çevrənin xarici çəkmiş. Düzgün 6 bucağını, 7 bucağını, 8 bucağını, bu tərəfləri al. Tərəflərin sayı nə qədər çox alırsa, tərəfin uzunluğu qısa olur. Radius yəni xaricdən çəkiləndirsə, deməli onda nə olur? Uzunluqlarını müqayisə edin. Ən böyüyü olacaq A6, 6 bucaqlı 25'də. Ən kiçiyi də olacaq A8. Yəni A8 kiçik də A7, kiçik də A6 olacaq. Y var ya. Keçirəm 27'yə. Görək 27'də nədir? Diaqramda 5 bucaqlının 4 dənə daxil bucağın dərəcə ölçüsü verir. Deməli A bucağı neçədir? 80 dərəcə. B bucağı 110 dərəcə verir diaqramda. Bucaq C 90 dərəcə verir. Bucaq D də 140 dərəcə verir. Nəyi tapın deyir? Digər daxili bucağı. Birincisi biz 5 bucaqlının daxili bucaqlarının cəmini tapmalıyıq ki, görək nə qədər. Onun üçün 180 dərəcə vuraq 5 çıxaq 2 düsturundan istifadə edirik. Bu da 180 dərəcə vuraq 3, bu da 540 dərəcə. İndi sonuncu Y bucağını tapmaq üçün bunları toplayıb 540'dan çıxmalıyıq. Deməli, Y bucağı bərabərdir. 540 dərəcə çıxaq, toplayıram. Deməli, 110 ilə bu 200 elədi, 200 elədi, düzdürmü? Bu da 220 da belə 420. 420 dərəcə çıxanda 120 dərəcə var mı? Y var yəni. İldizdə nə deyirəm? Yaxşı. Keçirik 29. 29'da belə bir şəkil uşaqlar. Belə bir şəkil verir. Bax, bura x, 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 x. Burada 2y, 2y. Deyir, altı bucaqlının perimetri 40 olarsa,
X üstə gələn Y cəmini tapın. Perimetr nə tər olur? Uşaqlar baxın ora. Deməli, neçə dənə X-dir? 4 dənə. 2Y, 2Y üstə gələn 4Y. Bərabərdir 40-dır. X üstə gələn Y-dəki 10 edir. B variantı. 31-ə baxaq. Neçə dənədir bunlar? Eləmək olar. 31. Daxili bucaqlarının cəmi 1800 dərəcə olan qabarıq çoxbucağının diagonallarının sayını tapın. Birinci tərəflərin sayını tapın. 180 dərəcə vuraq n çıxarı 2 bərabərdir 1800 dərəcə. N çıxarı 2 bərabərdir 10-dur, n bərabərdir 12. Tərəfi biləndən sonra diagonallarının sayı n vuraq n çıxarı 3 bölə 2 düstur idi. Yəni 12 vuraq 12 çıxarı 3 bölə 2. Bu da bərabərdir. 12 vuraq 9 bölə 3 54 edir. Yaxşı. 33-ə baxaq. Görək 33-də nə var? Daxili bucaq xarici bucağından 5 dəfə böyük olan düzgün bucağının neçə tərəfi var? Deməli, xarici bucağı X-dir. Daxili bucağı da 5X-dir. Toplayıram 180 edir. Düzdürmü? Xarici bucağı tapıram. 6X bərabərdir 180. Özüm bu üsullardan istifadə edirəm ki, siz hələ o düzgün çoxbucaqlı keçmirsiniz. X bərabərdir 30 dərəcə. Nəyini tapın deyir? Neçə tərəfi? Xarici bucağı 30-dursa tərəfi neçə olacaq? Nəyə böləcəyik? 360'ı bölürük 30'a, bu da ki 12 tərəf edir. 35'e baxırıq. 35. də belə düşərək. Diagonallarının sayı 20 olan qabarıq çoxbucaqlının bir təpəsindən çıxan diagonalların sayı. Diagonalların sayına görə tərəfi tapırıq. N vuraq N çıxarı 3 bölə 2 bərabərdir 20'dir. Buradan tapıram deməli, N vuraq N çıxarı 3 bərabərdir 40'dır. N kvadrat çıxarı 3 N çıxarı 40 bərabər 0. N bərabərdir 8 viyyətə görə. Bir də mənfi 5. Mənfi 5 olmaz, tərəfi 8'dir. Bir təpədən çıxan diagonallar da N çıxarı 3'dür. Bu isə 5'ə bərabər. 37. Uyğunluğu deyir müəyyən edin. 37'də. Birincisi 5 bucaqlı, ikincisi 7 bucaqlı, üçüncüsü 9 bucaqlı. Diagonallarını deyir, gəlin tapaq. N vuraq, N çıxarı 3 bölə 2 düsturundan. 5 vuraq, 2 bölə 2, 5 dənə diagonal bunun var. 7 vuraq, 7'dən 2 çıxanda neçə edir? 7'dən 3 çıxanda daha var. 4 bölə 2, 14 bunun var. 9 vuraq, 3 çıxanda 6 bölə 2, 27 də bunun var. 1, 2, 3. Birincidə deyir 14 diagonalı var. A2'ya aiddir. 7 diagonalı var. B yoxdur. 5 diagonalı var. C 1'ə aiddir. Y variantında da Y 27 diagonalı var. Y də 3'ə aiddir. O birisi düz gəlir. Keçirik 39'a. 39 belə. Birincisində n bərabərdir 5, ikincisində n bərabərdir 6, üçüncüsündə n bərabər 9. Hər bir daxili bucağı, daxili bucaqların cəmi. Daxili bucaqların cəmini tapırıq. 180 dərəcə vuraq, n çıxarı 2 düsturu ilə. Qalaq belə olanda nə olur? Deməli, 180 dərəcə vuraq, 180 dərəcə vuraq, 5'dən 2 çıxanda 3, 540 dərəcə budur. 5 isə xarici bucağını tapıb elə düzgünlərdə daxilisini tapmaq olar. Deməli, 360'ı 5'ə böləndə neçə edir? 72. 180'dən də 72 çıxanda 108. Alfa bərabərdir 108 dərəcə. Keçirəm bura. 180 dərəcə vuraq, 4 da bu edir 720 dərəcə. Bu ümumi cəmidir. Yaxşı. 360'ı 6'ya böləndə 60 mı edir? Xarici bucağı 60'dır, düzgündən söhbət. Deməli, daxilisi 120 dərəcə. 9. 180 dərəcə vuraq 7. 7 eləyir, bu elədir 700, 560 da bu, 1360, yox, 1260. 1260. Yaxşı.
360'ı 9'a böləndə 40 dərəcə, qonşusu da 140-dır. Alfa bərabərdir 140 dərəcə. 1, 2, 3. Alfa hər bir daxili bucağı 120-dir. Deməli, A 2-yə aiddir. Daxili bucaqların cəmi 720-dir. B də 2-yə aiddir. Daxili bucaqları 1260-dır. C 3-ə aiddir. Hər bir daxili bucağı 108 dərəcədir. D 1-ə aiddir. Daxili bucaqların cəmi 540-dır. Y də 1-ə aiddir. Keçirik ondan sonraki yekunlaşdırırıq, bir şey qalmayıb. Deməli 41. Yenə uyğunluqdur. 41-də belədir. Düzgün 5 bucaqlı, düzgün yazıram 5 bucaqlı. İkincisi, düzgün 6 bucaqlı. Üçüncüsü, düzgün 7 bucaqlı. Nə deyir? Daxili bucaqların cəmi, daxili bucaqların cəmi, daxili bucaqların cəmi, xarici bucağı növ və s. Daxili bucaqların cəmi 180 dərəcə, vuraq n çıxar 2 düsturur. 180 vuraq 3, 540 bunun daxili bucaqları. Keçirəm. 180 vuraq 4, 720 bunun daxili bucaqları. 180 vuraq 5, 900 da bunun daxili bucaqları. Cəmi. İndi fikir ver. Xarici bucağının daxilisini tapmalıyıq ki, nisbətini. Xarici bucaq, burada xaricisi 360'ı 5'ə bölündə 72'dir, daxilisi isə 108 dərəcə. Keçirəm burada, xarici 6'ya bölündə 60'dır, hər bir daxili bucağı 120'dir. Keçirəm burada, xaricisi yoxdur, çünki o 7'yə bölünmür, 360 bölən 7, daxilisi çox güman ki, bununla bağlı sual olmayacaq. İndi 1, 2, 3, yəni buna uyğun gələni olmayacaq. Baxaq görək, nədir? 41 idi elə. A variant, daxili bucaqların cəmi 900'dür. A 3'ə aiddir. Daxili bucaqların cəmi 540'dır. B 1'ə aiddir. Daxili bucaqların cəmi 1080'dir. Yoxdur elədir. Daxili bucaqların cəmi D-də 720'dir. D ikincisidir. Xarici bucağı, daxili bucağından 2 dəfə böyükdür. İkinciyə aiddir. Görürsünüz mü? Y-də 2'yə aiddir. Keçirik 43. 43 belə uşağı. Düzgün çoxbucaqlılar üçün uyğunluğu müəyyən edir. 1. Daxili bucaqların cəmi, daxilinin cəmi bərabərdir 1980 dərəcə. İkincisi, xarici bucağı daxili bucağından 3 dəfə kiçikdir. Yəni, daxili bərabərdir 3 vuraq xarici. Üçüncüsü, bir daxili bucağı 150'dir. 150 dərəcə. Uşaqlar başlayıram. Deməli, daxili bucaqların cəmi 1980-dirsə, 180 dərəcə vuraq n çıxaq 2 bərabər 1980 dərəcə. Onda bu neçə eləyir? N çıxaq 2 bərabər böləndə 11 eləyirmi? 11. Deməli, n bərabər 13. Birincidən n bərabər 13. Bunu yadda saxlayın. Daxili xaricdən 3 dəfə böyükdür. Deməli, onda xaricisi 45'dir, xarici 45'dir, daxilisi isə 135 dərəcədir. Tərəfini də tapmaq olar. 360'ı 45'ə böləndə 8 dəfə mi eləyir? N də bərabərdir 8'dir. Bunu da yadda saxlayın. 150 daxilidirsə, xaricisi 30 dərəcədir. Tərəfi də 12'dir. N bərabər də 12'dir. Onda 1, 2, 3'ə baxaq görək. Nə deyir uşaqlar? Hansıydı bu? 43. Diagonallarını da soruşur. Qoy diagonallarını da tapaq. 13 vuraq. N çıxaq 3, yəni 10 bölək 2. 65 belədir diagonalları. Bunu birinci üçün yadda saxlayın. Burada da 8 vuraq. N çıxaq 3, 5 bölək 2, 20 bu elədir diagonalları. 12 vuraq. 9 bölək 2. O da 6'ın 9'a 54 də bu ilə. İndi birincidə. A. Diagonalların sayı 65'dir. A birinciyə aiddir. İkincidə diagonalların sayı 54'dür. B 3'ə aiddir. Sonra C'də diagonalların sayı 20'dir. C 2'yə aiddir. Tərəflərinin sayı 15'dir. 15 yoxdur. İkincidə 8, birincidə 13, sonuncu.
Tərəflərin sayı 12-dir, Y sonuncu yay. Deməli, qaldı bir dənəsi 45. 45-də görək nədir? Aşıqlar demiş, aldı görək nə dedi? Cədvəldən deyir, filan şeyi tapın, 45. Qalar, belə bir cədvəldir. Öldürübsən məndən, ay. Deyir ki, burada bir təpədən çıxan diagonallarının sayı. İkincisi, ümumiyyətlə diagonallarının sayı. Burada deyir, xarici bucaq 45 dərəcədir. Xarici bucaq 40 dərəcədir. Buraya M deyir, buraya K deyir, buraya N deyir, burada L deyir. Bizə də M üstə gələ, Y üstə gələ, K üstə gələ, Y-li soruşur. Tapaq görək nə olur. Birinci, xarici bucağı 45 isə tərəf neçədir? 8. Bir təpədən çıxan diagonallarının sayı N çıxa düşdü. Deməli, 8-dən 3 çıxanda 5 elədir. Burada 9'dur. N çıxa üçümüz də 6 elədir. Yaxşı. N burada 8 olanda 8 vuraq. N vuraq, N çıxa 3 bölə 2'dir. 5 bölə 2 bu 20 elədir. Burada 9 olanda 9 vuraq. 3 çıxanda 6 bölə 2 27 də bu elə. Düzdürmü? İndi M üstə gələk, N üstə gələk, K üstə gələk, Y. Sübhan, sən bax gör düzmü eləyirik. 5 üstə gələk, 6 üstə gələk, 20 üstə gələk, 27. Bu da bərabər 47, 53, 58-dirmi? Şükür, yaxşı tutarıq. Yaxşı, onu da dayandırıram. Cüt sayda olanlar evə.